Əvvəlki videoda darağın qiymətini demədim. Daraq 1 manat 50 qəpiyə almışam. Sonra belə bir şey sifariş vermişəm. Bu diş ipidir. Dişin arasında artıq qalan şeyləri təmizləmək üçün. 50 dənəsinə 1 manat 50 qəpik pul vermişəm. Belə bir üz masaj aparatı sifariş vermişik. 8 manat eləmir, 7 manat 62 qəpik. Belə bir oyuncaq, o uşaqlıqda oynayırdığı X0 taxtadan oyuncaq sifariş vermişdim. Amma şəkildə böyük görünürdü, çox balacadır. Baxın, əlimizə sığışır. Amma belə maraqlıdır, yəni qəşəng görünür. Oynamaq olar. Kağız israfındansa, yəni bundan oynayıb təzədən yenidən oynamaq olar. Sonra 2 dənə belə oyuncaq, yəni stəkan altlığı sifariş vermişdik. Bunu belə üstünə stəkan qoyanda belə olur. İndi bunu sıxmaq lazımdır şurupların. Bir dənə onun spağatını sifariş vermişdim. Onu da ayrıca bir videoda quraram. Bu həm də üstünə bunun telefon altlığı kimi telefon da qoymaq olur, həm də stəkan qoymaq olur. Belədir, yəni bu spağatdır. Qiymətləri yaddan çıxdı demək. 1.32, yəni 1 manat 32 qəpik buna vermişik. Bunlar da 2 manat 30 qəpik, 2 manat 20 qəpik belə, yəni 2.42, 20 belə hərəsinə ayrıca vermişik. Belə bahalı bir oyuncaq deyil. Nə az, nə çox, düz 7 dənə ayaqqabı sifariş vermişəm. Yəni krasovka, demək olar hamısına. Qiymətləri də deyim də sizə 9-14 arası, yəni 9, 10, 11, 12, 13, 14, yəni 14 manatdan yuxarı deyil. Hamısını açıb bir-bir göstərəcəm. Ayaqqabının biri budur. Təəssüf ki, ayağım balaca oldu. Yəni 43 yarım, 44 sifariş verdim. Demək ən böyük razmerlər, amma sinirlər belə başlayım elə. Öz razmerləri boyda göndəriblər. Bu balaca oldu ayağıma təəssüf ki. Bu ikinci ayaqqabı. Krasovka demək olar, bunu yoxlayaq. Təəssüf ki, bu da ayağımı sıxır. Böyük razmer vermişdim. Belə başlayın Temuda olan, yəni razmerlərə gərək 2-3 razmer böyük verəsiniz. Yəni bu da 2 razmer böyük olsaydı çox qəşəng rahat ayaqqabıdır. Bu üçüncü ayaqqabımız, krasovkamız. İndi soruşa bilərsiniz nə qədər ayaqqabı sifariş vermişəm. Ümumi bu razmer məsələsinə görə vermişəm ki, hansı uyğun olsa özümə götürüm, uyğun olmayanları da indi ya dost-tanışa, ya qaytarma. Çünki başqa cür ayaqqabını geyinib yoxlamaq mümkün deyil də. Çox heyif. Qəşəng ayaqqabılardan amma yenə razmer işləri çoradır. Çox rahat və keyfiyyətdə yaxşı görünür. Heç olmasa bir razmer böyük olsaydı buradan babanı sıxır. Rahat olmur, baba sıxır. Bu da bizim 4-cü ayaqqabımız. Görə və razmeri tuzdura bilmişik bunu. Ümid edirəm. Hətta baxın 45 razmer vermişəm. Görüm ayağıma uyğun olacaq bunların 45 razmeri. Görüntüsü çox qəşəngdir. Bu dəfə uyğun oldu. Deməli mənim Temu ayaqqabı razmerim 45 imiş. Çox qəşəng rahat ayaqqabıdır. Görüntü də çox qəşəngdir. Bu deyəsən ya 13 ya da 14 manataydı. Bəlkə də ondan az. Bu da bizim 5-ci ayaqqabımız. Bu tam rezindir. Bu daha çox benim yay çimərli ayaqqabısıdır. Yəni rahatlıqla ayağınızı suya sala bilərsiniz. Elə bir 44 razmerdir, amma təəssüf ki, yenə balacadır. İpin bağlamaq olmur, belə deyək. Bu 6-cı ayaqqabımız. Bunu da 45 razmer vermişəm. Ümid edirəm bu ayağıma girər. Bu da ayağıma rahat oldu. Əsl yay krasovkası demək olar. Qara çorap giymişəm deyə görünmür, amma qıraqları açıqdır. Bu da 7-ci, axırıncı ayaqqabımız. Bunun da razmeri 44-dür. 44 ümid edirəm olar bu. Bu da oldu. Bu qıraqları açıqdır deyə ayağımı sıxmadı deyə rahatlıq oldu. Deməli 7-də 3 pis deyil nəticə. Yəni 7 ayaqqabıdan 3-ü ayağıma oldu. Bir dənə belə şort da sifariş vermişdim. 6 manat 12 qəpik ucuz idi. Yaxşı görünür. Yəni material da normal demək olar qiymətinə görə. Belə bir şal var, qara şal var. Kombat içindədir, yanında da cibləri də var. 8 manata. Material da normaldır, yəni o deyil amma normaldır da yəni.
2 tay da 2 tay malı birliği materialdır. Qeyd kimi deyim ki, şalvar da şortikdən eyni razmeri vermişdim. Yəni 2XL idi orada max. Şort biraz balaca gəldi, şalvar amma yekə gəldi. Yəni